Bugün keçirilmiş OTK sınağının izahına baxaq. 11-ci siniflər üçün 3-cü qrup testləridir. Əslində eynidir 2 və 3. 31-ci testdə deyir, eramızdan əvvəl 2-ci yüzilliyin əvvəllərində Hindistan və eramızın 3-cü yüzilliyinin əvvəllərində Çin tarixi üçün xarakterikdir. A variantı ilk şəhərlərin meydana gəlməsi deyil, ərazisində ayrı-ayrı dövlətlərə parçalanmasıdır. Cavab B variantıdır. Əhəməni dövlətinin hücumu, Çinə Əhəmənilər hücum etmir, erkən sivilizasiyalar demək ki, 2-ci minilliklərdədir, o da deyil. Hun ordusunu məğlub etməsi də aid deyil, çünki Hindistanda biz Hun məsələsini görmürük. 32. Osmanlı hökmdarı 1-ci Səlim və 1-ci Süleymanın fəaliyyətinə aid oxşar cəhət. Misir Məmlük Sultanlığı üzərinə yürüş etməsi, Məmlüklərə hücum edən 1-ci Səlimdir, ona görə A deyil. Fransız tacirlərinə imtiyaz 535-də 1-ci Süleyman verib, B də deyil. Səfəvi dövləti ilə mübarizə aparılması, cavab olacaq C variantı. Ağqoyunlu dövləti ilə sülh müqaviləsi imzalanması isə heç birinə aid deyil, 2-ci Mehmetə aiddir. Dövlətin paytaxtının yeni şəhərə köçürülməsi də bu hökmdarlara aid deyil. Deməli, 33-cü test xəritədə rəqəmlə verilmiş şəhərlərin erkən orta əsr tarixi üçün səciyyəvidir. Rəqəmlə verilmiş 1-ci şəhər Dəbil şəhəri, 2-ci şəhər isə Beyləqandır. Aranın baş şəhəri A variantı heç birinə uyğun deyil. Ona görə də harda A varsa o gedəcək. Deməli, C, Y və A variantları getdi. C, Y, A variantları gedir. Daha sonra Qafqazda Ərəb xilafətinin iqamətgahlarından biridir. Bu Dəbilə aiddir. Bilir ki, Dəbildən Bərdəyə köçürülür sonralar. 1-ə B gedəcək. D-yə baxaq o zaman. D variantını yoxlayaq. Məhəmməd ibn Şəddadın yaratdığı əmirliyin mərkəzi, bu da doğrudur. Çünki Dəbil əmirliyinin mərkəzi, o da 951-də yaradılmışdır. Mərkəzi olmuşdur Dəbil şəhəri. Və 2-yə isə o zaman C gedəcək. C isə Xürrəmlər hərəkat dövründə ərəb işğalından azad edilmişdir. Bu da doğrudur. 819-cu ildə Beyləqan, daha doğrusu Beyləqan, Qarabağ əraziləri Babək tərəfindən azad olunur. Ona görə də D variantı düz cavab olacaq. Digər testə baxaq. 34-cü test. Böyük Monqol imperiyası və Dehli Sultanlığının Teymurilərdən fərqli cəhəti. Deməli, Çin ərazisini işğal etmişdi. Çin ərazisinin işğal olunması Böyük Monqolların Teymurilərdən fərqli cəhətidir. O zaman 1-ə A gedəcək. Mərkəzi Asiyanın özünə birləşdirilməsi oxşarlıqdır. B getmir. 1-ə B olan variantlarımız çıxır. D və Y çıxdı. 1-ə A gedəcək və C-yə baxaq. Qanunlar toplusu isə həm Teymurilərdə, Teymurun qanunları, həm də Monqollarda var. Böyük yasa, o zaman bu da getməyəcək. Batareyamız azalır. Davam edək. Deməli, Teymuri dövlətindən Monqolların fərqi və Dehli Sultanlığının fərqinə baxırdıq. Mərkəzi Asiyanın tutulması və qanunlar toplusu getdi. Deməli, 1-ə B və C harda varsa o yanlışdır. B, C, B, C. O zaman cavab olacaq A variantı. 2-yə də gedəcək. A, Dehli Sultanlığı Abbasilər xilafəti ilə dost əlaqələrin saxlanması. Klassik feodalizm dövründə yaranması Teymurilərlə oxşarlığıdır. Çünki klassik feodalizm 11-ci, 15-ci əsrləri əhatə eləyir. Şeybani xana qarşı mübarizə aparması da Teymuriyə xas cəhətdir. Dehli Sultanlığının ondan fərqi deyil. Ona görə də cavab A variantı olacaq. 35. 15-ci əsrdə Azərbaycanda dövlət idarəçiliyinə aid fikri müəyyən edin. Hökmdar yanında vəzifə tutan əyanlardan təşkil olunmuş məşvərətçi orqan Ali Divandır. Bəli, cavab A olacaq. Çünki digərləri yanlışdır. Çünki xərac toplamaq üçün ayrı-ayrı nüfuzlu şəxslərə verilən icazə kağızının qəbali adlanması ərəb dövrünə aiddir. Vergi yığılmasında baskı haqları Monqollara,
Qızıl Orduya aiddir. Dövlətin maliyyə sistemi əmr-elmərədə deyildi. Qoşun başçısıdır. Xidmət əvəzində sərhədləri qoruyan sərkərdələrə uc isə Səlcuqlar dövründə idi. Ona görə o variantlar səhvdir. 36. Azərbaycanda intibah mədəniyyəti dövrünə aid astronomlar. Xətib Təbrizi dilçi alim deyir. Bir də Bəhməniyar filosofdur. O zaman cavab olacaq Məkki Əlbərdəyi və Fazil Fərdin Şirvani 2 və 4 variantı. 37-ci test. Osmanlı Sultanı 2-ci Mehmet paytaxtı Bursadan köçürülmüşdür. Bu yanlışdır. Bursadan Ədirnəyə Murad köçürdür. Dövləti ilk dəfə Paşalıq sancaqları Orxan bölmüşdü. Paytaxt Balkan yarımadasının fəthinə başlamışdı. Bu da Muradın dövründəndir. Qanunnamə isə 1476-da 2-ci Mehmetdir. Bizansı Anadoludan qovan Anadolu torpaqlarından qovulması isə 2-ci Mehmetə aid deyil. Ümumiyyətlə Bizans ərazisini Konstantinopola qədər tutan Orxanın dövründə olmuşdu. Yəni Orxan olmuşdu. Deməli 38-ci test. Atropatena və Albaniya dövlətlərinə aid oxşarlıq deyil. Makedoniya imperiyasının dağılması doğrudur. 1-ci minillikdə meydana gəlməsi doğrudur. İkisi də 4-cü əsrdir. Roma Respublikasına qarşı mübarizə doğrudur. Çünki 36-cı ildə Fraspa döyüşündə də respublikadır. Albaniya dövləti 66-65-də də mübarizə aparıb. Kür və Qanıq orada da Roma respublikadır. Yunan mədəniyyətinin təsiri yəni oxşarlıqdır. Doğrudur o mənada ki, yəni oxşarlıqdır deyirəm. Çünki Kerifto Atropatenada, Albaniyada böyük dəhnə abidəsi var. Amma Selevkilərlə mübarizə yalnız Atropatenada, ona görə də cavab olacaq Y variantı. 39. Xəritədə paytaxtları rəqəmlərlə göstərilmiş 10-11-ci əsrlərdə mövcud olmuş dövlətlərə aid uyğunluğu müəyyən edin. 10 və 11-ci əsrdə mövcud olmalıdır. Deməli, burada 2 Gəncədir, bir isə Təbrizdir. Deməli, 2 Şəddadilər dövlətidir, bir isə Rəvadilər dövlətidir. O zaman Azərbaycanı vahid halda heç biri birləşdirməyib. A variantı harda varsa o gedəcək və əlimizdə bir B, bir də Y variantı qalacaq. Deməli, 1-ə C-yə baxaq. 1-ə C və Sudanın hakimiyyət dövründə Oğuzların ölkə arasında məskunlaşmasına icazə verilməsi doğrudur. 2-yə isə B, Y yazıblar. Gürcü və Xəzərlərə qarşı uğurlu mübarizə Fəzl ibn Məhəmməddə var idi. 2-yə B gedəcək. Bir də 2-yə Y Səlcuq hökmdarı Məlikşah 1088-də bəli Şəddadilər süqut edib. O zaman cavab B olacaq. Digər testə baxaq. 40-cı test Hülakilər və Elxanilər dövləti və yaxud Elxanilər dövlətinin 13-14-cü əsr Teymurilərin hücumuna məruz qalması heç birində yoxdur. Çünki Teymuri 1370-də yaranıb. Çobani əmirləri tərəfindən idarə olunması bu Əbu Səidin dövründən başlayır. Artıq 1316-1334-cü illər, ona görə 14-cü əsrə götürəcək. 2-yə B, kəndlilərin öz yaşayış yerinin təhkim olması 1303-dədir. 2-yə B və C gedəcək. Baxaq 2-yə B, C harda var? 2-yə B, C isə A variantında var. Onda 1-ə D-yə baxaq. 13-cü əsrə Şirvanşah 2-ci Axistan 1258-ci ildə asılı olmuşdur. Ona görə 1-ə də D götürürük. 2-yə BC, oxşarlığa isə Y variantı. Qızıl Ordu ilə mübarizə, bəli, hər iki dövrdə Qızıl Ordu ilə Hülakü xanın dövründə də var, sonlarda da var, yəni süqut etdirən də Qızıl Ordu olduğuna görə cavab olacaq A variantı. 41-ci test. Böyük Səlcuq dövlətinin hökmdarı 1-ci Toğruldan fərqli olaraq Alparslanın dövründə. Bizans qoşunları fərq deyil, çünki 1048-ci ildə 1-ci Toğrulda mübarizə aparıb, 1071-ci ildə Alparslan da paytaxtın yeni şəhərə köçürülməsi Toğrulun dövründədir. 1043-də Alparslanın dövründə deyil. Daha sonra ümumiyyətlə Alparslanın dövründə paytaxt dəyişmir. Konya və Ankaranın tutulması Məlikşahın dövründədir. Ona görə Rəvadilər dövlətinin son qoyulması 1065-də Alparslanın dövründədir. Ona görə cavab A variantı olacaq. 42-ci test. Uyğunluğu müəyyən edin. Paleolit dövrü tayfa ittifaqı yanlışdır. Deməli, 1-ə A harda varsa gedəcək. C və Y variantı gedir. 3 variantın arasında qalırıq.
Paleolit dövrü yeni insan tipi, bəli, Neandertal adam oradadır. İbadət evləri Tuncdadır. Ona görə 1-ə C də harda varsa o da gedir. Deməli, A və D-nin arasında qalırıq. 1-ə B, 2-yə onda A 100% gedəcək, çünki hər ikisində elədir. Eneolit dövründə torpağın toxa ilə şumlanması, bəli, neolitdən bu yana şumlanırdı. 3-ə baxaq, AB gedirmi? İlkin şəhər mərkəzlərinin yaranması Tuncdadır. Bəli, B yeni təsərrüfat, tabaqçılıq, bostançılıq, cavab A variantı olacaq. 43-cü test. Xəritədə ulduzla verilmiş krallıqların tarixinə aid oxşar cəhət. İngiltərə və Fransa 3-cü xaçlı yürüşündə iştirakçı, düzdür, 1 gedəcək. Reconquista İspaniyaya aiddir, 2 yanlışdır. 100 illik müharibə İngiltərə-Fransa arasındadır, 1 də 3-dür. Ərazisində vəba epidemiyası da aiddir, çünki 14-cü yüzildə bütün Avropada epidemiya yayılmışdı. Ona görə 1, 3, 4-ü götürürük A variantı. Verden müqaviləsi nəticəsində isə İngiltərə yaranmayıbdır. 44-cü test. Atabəylər və Axsunqurların süqutunun səbəbi ikisinə də Xarəzmşah Cəlləddin son qoyubdu. O zaman cavab D olacaq. Türk xalqları mədəniyyətinə aid uyğunluğu müəyyən edin. Osmanlı dövlətinə Topqapı sarayı gedəcək. 1-ə D, 1-ə D. Deməli, Y-də və D-də var. Görə 2-yə nə gedir? Teymuri dövlətinə Şahizində gedəcək, 2-yə isə B, D variantı olacaq. Çünki Nizamiye mədrəsəsi heç bir dövlətə aid deyil. Qütb Minar da Hindistandadır, Dehli Sultanlığı dövründədir. Nizamiye mədrəsəsi də 11-ci əsrə Səlcuqlara aiddir. Ona görə o da getmir. 46-cı test. Ərəb xilafətinin tarixində 8-ci əsrə aid hadisələri müəyyən edin. Sasani ola bilməz, çünki 651-dən Sasani yoxdur. Xəzər xaqanlığı, bəli, qoşunlarla Xəzər-Ərəb müharibələri 731, Savalan 737, Hilat döyüşləri götürüb, yəni ona əsasən demək olar. 2, Bədir 624-dədir, 3-ü götürməyəcək. Deməli, 1 və 3 harda varsa gedir. 1, 3, 1, 3, cavab D variantı olacaq. 5-i yoxlayaq. Veskotların məğlub edilməsi, bəli, 732-ci il Poitiers döyüşündə Franklar və Veskotlar, bir dəqiqə, Veskotların məğlub edilməsi deyir. Bəli, 5-i götürəcək, çünki İspaniya ərazisinə daxil olanda onlar demək ki, 732-yə qədər artıq Veskotlarla vuruşmuşdular. O zaman D-ni götürürük. Çünki Veskotlar İspaniyada, Oskotlar isə İtaliyada yaşayır. Amma Poitiersdə Franklarla döyüşürlər. 47-ci test. 1-ci xaçlı yürüşün nəticəsində yaranmış dövlətlərin sırasını tamamlayın. Antioxiya, Edessa, Tripoli, Qüds olacaq. Cavab D variantı. Çünki digərləri yanlışdır. 48. 7-ci əsrdə, eradan əvvəl 7-ci əsrdə Assuriya ilə mübarizə aparmış dövlətlər mütləq Mannanı götürəcək. Axşeriyə görə 675, 650, 650-də Axşeri Assurlar tərəfindən məğlub edilibdir. Midiyanı götürəcək, çünki Midiya və Babil 605-də Assurun varlığına son qoyublar. Deməli, cavab 1, 2, 3 olacaq. Digər dövlətlər isə Assuru görmür. 1, 2, 3 də D-dədir. 49. 1-ci Fərburs. 1-ci Fərburs 1063-1096-cı illərdə hakimiyyətdə olub, Səlcuqlardan asılılığı qəbul etmiş, məlik titulunu qəbul etmiş və şah titulunu itiribdir. Yəni, bildiyimiz məlumatlar, verilmiş məlumatlar onun haqqında budur. Deməli, bundan fərqli olaraq 3-cü Məncöhür Böyük Səlcuq dövrünün asılılığında olmuşdur. Xeyr, əksinə Fərburs asılılıqda olub, Məncöhür üz döndəribdir. Ona görə 1-ə A harda varsa o gedir və deməli C, Y, D variantları gedəcək. O zaman 1-ə gedəcək B. Gürcü Səhər 4-cü David İttifaq. Bəli, 3-cü Məncöhür Davidin qızı ilə evlənmişdi. Ona görə 1-ə gedəcək B variantı. Şirvanşah titulundan məhrum edilən Fərbursdur. Ona görə 1-ə B-nin üzərində dururuq. 2-yə isə Aksitan Slaven yürüşünü dəf etmişdir. Bəli, Fərbursdan fərqli olaraq Aksitan Slaven yürüşünü dəf edir. O zaman 2-yə A gedəcək. B-yə baxaq, paytaxtı yeni şəhərə köçürübdür. Bəli, Fərburs köçürməyib, amma Aksitan dövründə paytaxt zəlzələyə görə köçürülübdür. İlk dəfə olaraq Bakıya. O zaman A variantı düz cavabımız olacaq. Monqollara qarşı mübarizə isə Aksitan Monqolları görmür, Fərburs da görmür. C variantı heç birinə getmir. 50-ci test. Qaliblər Roma dövlətinin idarə işlərini öz aralarında bölüşdürdülər.
Antoni ölkənin şərq əyalətlərini, Oktavian isə qərb əyalətlərini idarə edirdi. Onlar arasındakı rəqabət sonunda müharibə ilə nəticələndi. Həlledici döyüşdə Antoni məğlubiyyətə uğradı. Mətndə bəhs edilən proseslərdən daha əvvəl Roma tarixində baş vermiş hadisə. Demək ki, söhbət eradan əvvəl 31-ci ildə baş vermiş Aksiya döyüşündən gedir. Qulların öldürülməsinin qadağan olunması bizim eradadır, ona görə bir deyil, bundan əvvəlki hadisə tapacaq. Plebeylərin öz müdafiəçilərini seçmək haqqı eradan əvvəl 5-ci əsrdədir, 1-2-dir. İlk yazılı qanunlar da eramızdan əvvəl 5-ci əsrdə. Deməli, cavab 2 və 3-dür. Çünki paytaxtın Vizantiyaya köçürülməsi də bizim eranın 330-cu ilindədir. O da bu hadisədən sonra olub. Cavab 2-3 D variantı. 51-ci test. 6-cı əsrdə hazırladığı məcəllə əsrlərlə Avropada Roma hüququnun əsas mənbəyi olaraq qalır. Bu söhbət gedir Justiniandan. Roma papası minnətdarlığını bildirmək 800-cü ildə Romaya dəvət edib ona tac qoyma keçirir. Bu da Böyük Karldan. Deyir, mətndə bəhs olunan hökmdarların ümumi cəhətini müəyyən edin. Ərəb xilafəti ilə diplomatik münasibətlər bu Justiniana aid deyil. Çünki Justinian 527-565-ci illərdə hakimiyyətdə olmuş və onun dövründə Ərəb xilafəti hələ yaranmamışdı. Amma Karla aiddir. Bu oxşarlıq deyil. Sasani dövləti ilə sülh müqaviləsi 532-ci ildə Justiniana aiddir. Karl isə Sasani dövlətini görmür, çünki 651-dən sonra Sasanilər yoxdur. Deməli, 1-2 səhvdirsə, o zaman 3-4-dür. Bəli, hər ikisi Pirene yarımadasında ərazi tutub, hər ikisi İtaliyanın bir hissəsini tutub, amma Justinian Karldan fərqli olaraq Şimali Afrikada vandalları da tutub. Deməli, cavab 3 və 4 C variantı olacaq. 52-ci test. Ərəb xilafətinin Azərbaycandakı vergi siyasətinə aid cədvəli tamamlayın. Xəlifə Əlinin dövrü ədalətli dövrü idi. Əkilməyən torpaqlardan xərac alınmırdı. Düzdür. Əməvilər dövründə əhali əmlakı siyahıya alınıb. Bəli, 725-də siyahıya alınıb. İndi deyir ki, Abbasilər dövründə nə olub? Abbasilər dövründə vergilər ağırlaşır. Xərac torpaq sahəsinə görə toplamağa başlanır. Yəni, əkilməyən torpaqlardan da alınırdı. Cavab A doğrudur. 53-cü test. Erkən orta əsr türk dövlətlərinin tarixinə aid xronoloji ardıcılığı müəyyən edin. Deməli, Muğan xaqanın Çini asılı hala salması elə Muğan xaqanın dövrüdür. Bu olacaq 6-cı əsr. Balamir xanın Oskot krallığını məğlub etməsi bu olacaq 4-cü əsr. İkinci Göytürk xaqanlığı. Deməli, Muğan xaqanın Çin asılı hala salması 6-cı əsr, Balamir xan Oskot krallığını məğlub etməsi 4-cü əsr, İkinci Göytürk xaqanlığının süqut etməsi 744, Qaraxanlı dövlətinin 2 hissəyə parçalanması isə 1042. Demək ki, burada olacaq 2, 1, 3 və 4. Hadisə nəticə əlaqələrinin doğru göstərildiyi bəndi müəyyən edin. Teymuri dövlətinin qonşuluğunda yeni dövlətin yaranması nəticəsində Əbu Səidin Ağqoyunlu üzərinə hücumu. Bəli, bu Ağqoyunlu dövləti yaranır və 1468-ci ildə Əbu Səid hücum edir. Ağqoyunlu hökmdarı Uzun Həsən isə Şeyx Heydər və Şirvanşahlarla birləşərək onu məğlub edib geri göndərir. 2. Əpər sazişinin imzalanması, Qaraqoyunlunun parçalanması. Bu yanlışdır. 3. 1405-ci il Kür çayısında döyüşün baş verməsi, Şirvanşahların Qara Yusifdən asılılığı. Bu yanlışdır. Bu 1412-ci ildədir. 1405-ci ildəki Kür döyüşündə isə Şirvanşahlar Teymuri Öməri məğlub edərək Azərbaycanı 2 aylıq birləşdirmişdi. Deməli, 3 yanlışdır. Sultan Əhmədin Həmədanı yaylasını tələb etməsi, Əsəd döyüşü. Bəli, 1410-cu ildə Sultan Əhməd Qara Yusifin qələbələrindən deməli,
qısqanclıq hissi keçirir və onun güclənməsindən qorxur. O zaman Həmədan yaylaqlarını istəyir. Bu isə Əsəd döyüşünə səbəb olur və Sultan Əhməd ölür. Nəticədə Azərbaycanda yeni bir dövlət olan Qaraqoyun dövləti yaranır. Deməli 1, 4 Teymuri Şahrukun ölümü, Cahanşahın müstəqilliyi. Bu da düzdür, çünki 1447-ci ildə Şahrux ölmüş və 1435-ci ildən bu yana Şahrukdan asılı ölkəni idarə edən Cahanşah müstəqilliyə çıxmışdı. 55. Qədim Yunanıstan və Roma tarixinin oxşar cəhətini müəyyən edin. Vətəndaşların vəzifə tutmaq hüququ, bəli, bu doğrudur. Çünki Yunanıstanda Atikan yerli sakin olan kişilər vətəndaş hüququ qazanmışdılar Solon islahatı zamanı eradan əvvəl 594-də, Romada isə eradan əvvəl 3-cü əsrdə insanlar vətəndaş hüququ qazanmışdılar. Daha doğrusu vəzifə tutmaq hüququ qazanmışdılar. Yox, mən vətəndaş hüququ ilə qarışdırdım. Deməli, qədim Yunanıstanda vəzifə tutmaq hüququ verilirdi Periklin dövründə 443-428-ci illərdə, hətta bunun üçün onlara deməli maaş da verilirdi. Romada da eyni zamanda eradan əvvəl 3-cü əsrdə vəzifə tutmaq hüququ var idi, amma maaş verilmirdi. Bir oxşarlıqdır. Senat yalnız Romadadır, onu götürmürük. Makedoniya dövləti ilə mübarizə ikisinə də aiddir. Çünki Yunanistan eradan əvvəl 338-ci ildə Makedoniya ilə mübarizə aparmış. Roma isə eradan əvvəl 146-da Makedoniyanı tutmuşdu. 1, 3 Dorilərin hücumu Romaya yoxdur, Yunanistandadır. Bu mədəniyyətlərdən birinin süqutudur. Deməli, Mikena mədəniyyətinin və ərazisinin Əhəmənilər tərəfindən işğal edilməsi də yoxdur. Heç birində o zaman cavab olacaq 1 və 3. Demək, Şirvanşahlar və Atabəy Eldənizlər dövlətinin tarixində 13-cü əsrin birinci yarısına aid oxşar xüsusiyyətləri müəyyən edin. Ali Monqol xaqanlığına tabe olmaq 1239-cu ildə Dərbənd tutulduqdan sonra Monqollar Azərbaycanın işğalını baş çatdırdıqdan sonradır. Amma bu dövrdə Atabəylər dövləti artıq süqut etmişdi. Ona görə bu oxşarlıq ola bilməz. Monqolların birinci yürüşünə məruz qalmağı götürə bilərik, çünki ikisi də yürüşünə məruz qalıb. Qızıl Ordu dövləti ilə mübarizəni bu dövrə aid götürə bilmərik, çünki Qızıl Ordu dövləti hələ 1243-cü ildə özü yaranacaq. Azərbaycan torpaqlarının vahid halda birləşdirilməsi Şirvanşahlar birləşdirməyibdi. Bir də Xarəzmşah Cəlaləddinin dövlətə yürüş etməsi 1225-də hər ikisinə var. O zaman 2 və 5 olacaq düz cavab. 57-ci testdə Azburq sazişi və Vestfaliya sülhü. Azburq sazişi 1555-ci ildədir. Protestantların etiqad azadlığının tanındığı Almaniyada imzalanıbdı. 2. Vestfaliya sülhü isə 30 illik müharibənin sonunda imzalanmış, 1618-48-ci il müharibəsinin sonunda imzalanmışdır. Nəticə, vahid İspaniya dövləti Reconquista hərəkatı dövründə yaranıb, ona görə ana çıxırıq. Almaniyada katolik kilsəsinin bölünməsi rəsmi olaraq qəbul edildi. Deməli, bu gedəcək Azburq sazişinə. Kalvinizm Fransada dini etiqad olaraq rəsmiləşdirdi. Bu reformasiya gedişindədir. Avropada dünyəviliyin güclənməsinə təkan verdi. 2-yə də gedəcək. Dənizdə siyasi üstünlük İspaniyadan İngiltərə. Bu isə 1588-ci il La-Manş döyüşünün nəticəsidir. Məğlub edilməz armadanın məğlub edilməsi ilə La-Manş sözü çıxarılıb indi. Ona görə bu da getməyəcək. O zaman 1-ə B, 2-yə isə D gedəcək. 58-ci test. Burada deyir ki, 7-ci əsrin 3-cü rübündə müxtəlif güclərin maraq mərkəzində olan Qafqazın cənubunda vəziyyət qeyri-sabitidir. 3-cü rüb deyirsə, o zaman 650-dən sonra 650-675 arasından söhbət gedir. Qafqazın cənubunda vəziyyət qeyri-sabitidir. Görünür, Albaniyaya şimal tərəfdən yürüşlər edilməsinə və bu şəraitlərə Xəzərlərin yürüşündən danışır. 662-ci ildə Dərbənd tərəfdən ölkəyə hücum edilir. Bəli, bu Kür çayı sahilində növbəti döyüş Cavanşirin qalib gəlməsidir. Hücumda qarət etmək və qənimət aparmaqdan başqa heç bir məqsəd yox idi. Tərəflər arasında döyüşdə Alban əsgərləri hökmdarın komandanlığına böyük şəhid göstərir, hücum edənləri qovur. Bəli, Xəzərlər qovulur.
Növbəti dəfə Albaniyaya daha güclü ordu ilə hücum edildi. Tarixi qaynaqların birində bu giriş belə təsvir edilir. 3 ildən sonra biri 665-də bir də hücum edir Xəzərlər. Hunların çarı zülmətə bənzəyən atlı dəstələrlə basqın etmişdi. Ordusu ilə Araz çayına yaxınlaşan hücum edən tərəfin hökmdarı qənimətlə kifayətlənməyərək Alban həmkarı ilə görüşməyə can atır. Bəli, nigah diplomatiyası olur və sülh imzalanır. Gəlin görək indi nə soruşur. 58. Bəhs olunan dövrdəki Alban hökmdarı ilə Frank hökmdarı Böyük Karlın xarici siyasətində oxşarlıq. Deməli, ərəblərlə diplomatik münasibətlər. Bunu götürə bilərik, çünki Bizansla da diplomatik münasibətlər. Hər ikisində var idi. Ərəblər və Bizansla diplomatik münasibət həm Cavanşir, həm də Karla aid olan hadisədir, oxşar cəhətdir. Amma Karlın biz Xəzərlərlə nigah diplomatiyası falan görmürük. 59. Sonuncu abzasda bəhs edilən sülhün Albaniya üçün mənbədə verilməyən nəticələrindən ikisini yazın. Sülhün nəticəsi odur ki, Xəzərlər apardıqları əsirləri, qənimətləri geri qaytarır, Albaniya isə vassallığı qəbul edir. Burada vassallıq var, amma sonra da o nigah diplomatiyası imzalayır və Albaniya vergi verməyə razı olur. Bunları yaza bilərik. 60. Mənbədə bəhs olunan Albaniyaya hücum edən dövlətin adını yazın. Təbii ki də bu Xəzər dövlətidir. İzahımız bu qədər. Çox sağ olun.